Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağı itirməsi ilə bağlı ittihamlara cavab verib. Stat: Dağlıq Qarabağı itirdiyimiz barədə çox danışılıb. Təbii ki, mən bu barədə çox fikirləşmişəm və qənaətim budur ki, biz Dağlıq Qarabağı itirməmişik. Ermənistan Respublikasını tapmışıq. Paşinyanın sözlərinə görə uzun illər ərzində Qarabağ məsələsindən Ermənistanın inkişafını əngəlləmək üçün vasitə, qandal kimi istifadə olunub. Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5%-i onların sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə olunacaq. Bununla bağlı olan polis haqqında qanuna dəyişiklik təklif olunur. Vladimir Putin Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşün mümkün olduğunu desə də, onun bu postda legitimliyinin sual doğurduğunu bildirib. Mən hamı ilə, o cümlədən Zelenski ilə görüşməyə hazıram. Bəli, məsələ bunda deyil. Əgər Ukrayna dövləti kiməsə danışıqlar aparmağa etibar edirsə, buyursun, qoy bu Zelenski olsun.